Bismillah, 9 iyun adi gün olmayacaq. Bu tarix bəzi bürclər üçün dönüş nöqtəsi, bəziləri üçün isə gözlənilməz sarsıntılar gətirir. Enerji kəskin dəyişir, kimlərsə yüksəlir, kimlərsə həqiqətlə üz-üzə qalır. Qoç, bugün səni dayandırmaq çətindir, amma bir xəbər planlarını alt-üst edə bilər. Şok, gözləmədiyin biri sənə qarşı açılır. Buğa, sakit görünən gün birdən dəyişə bilər. Maddi mövzuda sürpriz var. Şok, pul gəlir, amma eyni anda çıxış da olur. Əkizlər, sən bugünün oyun dəyişənisən. Hər şey sənin qərarından asılıdır. Şok, bir mesaj həyat istiqamətini dəyişə bilər. Xərçəng, keçmiş səni buraxmır. Köhnə hisslər yenidən alovlana bilər. Şok, unutduğun biri qəfil ortaya çıxır. Şir, səhnə sənindir, amma paxıllıq enerjisi hiss olunur. Şok, səni dəstəkləyən biri əsl üzünü göstərə bilər. Qız, planların dağılır və bu səni əzəbləşdirəcək. Şok, etibar etdiyin biri səni məyus edə bilər. Tərəzi, qərar verməkdən qaçdıqca vəziyyət daha da çətinləşir. Şok, iki seçim arasında qalacaqsan və biri geri dönüşsüzdür. Əqrəb, həqiqətlər üzə çıxır, gizli heç nə qalmır. Şok, böyük bir sirr açılır və sən bunu hiss etmişdin. Ox atan, sərhədləri açmaq istəyəcəksən, riskli addım ata bilərsən. Şok, ani qərar səni ya zirvəyə çıxaracaq, ya da geri atacaq. Oğlaq, ciddi mövzu gündəmə gəlir, qaçmaq mümkün deyil. Şok, iş və ya pul mövzusunda sərt dönüş. Dolça, tam gözləmədiyin hadisə yaşayacaqsan. Şok, bir insan həyatına girir və hər şey dəyişir. Balıq, hisslərin qarışır, reallıqla xəyal arasında qalacaqsan. Şok, aldandığını hiss edə bilərsən. Ulduzların seçdiyi bürclər, əkizlər, şir, dolça. Bu bürclər üçün gün taleyüklü fürsətlərlə doludur. Sınaqdan keçənlər, qız, tərəzi, balıq, emosional gərginlik və qərar anları qaçılmazdır.